Həmişə mən faktla danışmışam. Bu Xural qəzetinin deməli 2010-cu il 21 noyabr tarixli belə deyək sayıdır və bu qəzetdə Ramiz Mehdiyev və onun prezident İlham Əliyevə Ramiz Mehdiyev xəyanət edir. Burada hər şeyi açıq qoymuşam 2010-cu ildə. Düzdür, çalışdılar ki, həmin ərəfədə məni həbs elətdirsinlər və sustursunlar, susturamağı da mümkün olmadı. Ona görə ki, mən həqiqətləri dedim. Burada bütün hamısı yazılıqdır. Əgər bugün elə bir material qıtlığı varsa, müəyyən hüquq mühafizə orqanlarında istənilən vaxtı göndərə bilərəm, ondan da istifadə edə bilərlər ki, hələ bu məsələlər çünki 2010-cu ildə Ramiz Mehdiyev aparatın rəhbəri olarkən mən bu məsələlərin üstünü açmışam ki, Ramiz Mehdiyev prezidentə xəyanət edir. Başlıqda da var. Bəli, başlıqda var, bu faktdır və bu arxivdə durur. Yəni burada nə idi məsələ? Məsələ budur ki, Ramiz Mehdiyev heç vaxtı rəhmətli Heydər Əliyevi Azərbaycanda hakimiyyətə gəlməsini qəbul eləməyibdi. Ondan sonra Heydər Əliyev rəhmətə gedəndən sonra cənab prezident İlham Əliyev o vaxt baş nazir olmasından tutmuş bu günə qədər onu heç vaxt qəbul eləməyibdi. Hətta bilirsən necədir, bunu açıq şəkildə deyirdi və imkan vermək istəmirdi ki, biz İlham Heydəroğlu'nun Azərbaycanda hakimiyyətə gəlsin. Hətta onun dədəsinin hakimiyyətə gəlməsində də pozculuk fəaliyyətindən məşğul olurdu. Yəni bunu bir mənalı şəkildə bu belədir.